Salam, hər vaxtınız xeyir. Bugün sizinlə bəzi çoxbucaqlıların sahəsinə aid məsələlərə baxırıq. Birinci məsələ, eyni bir çevrənin daxilinə çəkilmiş düzgün üçbucağın və düzgün altıbucağının sahələrinin nisbətini tapın. Birinci şəkildə çevrənin daxilinə düzgün üçbucaq çəkilmişdir və biz bilirik ki, düzgün üçbucağın xaricində çevrə varsa, həmin çevrənin radiusu böyük yer bərabərdir. A bölünsün köklər 3 üsulu ilə hesablanır. Və biz buradan A-nı tapsaq, A bərabər olur köklər 3 R. Və düzgün üçbucağın, yəni bərabər tərəfli üçbucağın sahə düsturunu bilirik ki, S bərabərdir. Köklər 3 A kvadrat bölünsün 4. Gətirib A-nın yerinə köklər 3 yazırıq. Köklər 3 vurulsun. Köklər 3'in kvadratı, yəni 3R kvadrat bölünsün 4. Yəni 3 köklər 3 R kvadrat bölünsün 4. Bu olur çevrənin daxilinə çəkilmiş bərabər tərəfli üçbucağın sahəsinin radiusla bərabər düsturu. İndi keçirik çevrənin daxilinə çəkilmiş altıbucaqlıya. Həmin çevrədə radiuslar bərabərdir. Bu dəfə daxilinə altıbucaqlı çəkilmişdir və biz öyrənmişdik ki, bu zaman düzgün altıbucaqlının tərəfi onun xaricində çəkilmiş çevrənin radiusuna bərabər olur. Çünki burada tam bucaq 360 dərəcədir. 6 bərabər hissəyə böləndə təpədə üçbucağın təpəsinə 60 dərəcəli bucağı düşür. Bu zaman oturacağına bitişik bucaqlar da 60 dərəcə olmalıdır və daxildə alınan bax bu 6 üçbucağın 6'sı da bərabər tərəfli üçbucaq olur. Deməli, düzgün altıbucağının tərəfi onun xaricində çəkilmiş çevrəsinin radiusuna bərabərdir. A bərabərdir R və sahəsini də biz düzgün üçbucağının sahə düsturu ilə əlaqələndirə bilərik. Burada 6 bərabər düzgün üçbucağı olduğu üçün altıbucağının sahəsini tapmaq üçün 6'nı vururuq bərabər tərəfli üçbucağın sahəsinə. Yəni köklər 3 A kvadrat bölünsün 4'ə. Və 6 və 4'ü də ixtisar edəndə köklər 3 A kvadrat bölünsün 2 düsturu alınır. Bu olacaq düzgün altıbucağının sahə düsturu tərəfi ilə əlaqəli sahə düsturu və tərəfi də radiusla bərabər olduğu üçün düzgün altıbucağının radiusla əlaqəli sahə düsturu olacaq 3 köklər 3 R kvadrat bölünsün 2. Və bizdən bu sahələrin nisbətini soruşur. Düzgün üçbucaqda sahədə məxrəcdə 4'dür, düzgün altıbucaqda məxrəcdə 2'dir. Deməli, 2 də kiçikdir, yəni 2 də 1 hissəsinə bərabərdir. Yəni S üçbucağın sahəsinin, S altıbucağının sahəsinin nisbəti bərabərdir 2 də 1. Bir variantı. İkinci məsələ düzgün altıbucağının perimetri 24 cm-dir, onun sahəsini tapın. Deməli, düzgün altıbucağının perimetri P bərabərdir 6A və 6A 24'ə bərabərdir. Buradan biz tərəfi tapdıq. Tərəf 4 cm-dir. Bizdən sahəni soruşur. Sahəni dedik ki, bərabər tərəf üçbucağın sahəsini 6'ya bölürük. 6 vurulsun. Köklər 3 A kvadrat bölünsün 4. Bu da bizə 3 köklər 3 A kvadrat bölünsün 2 verir və A-nı da tapmışıq. 4 gətir yerinə yazırıq. 3 köklər 3 vurulsun. 4'ün kvadratı 16 bölünsün 2. Bu da bizə verir 24 köklər 3. Üçüncü məsələ oxşar məsələdir. Deməli, sahəni verir bu dəfə S bərabərdir 54 köklər 3 sahə düsturu oldu. 3 köklər 3 A kvadrat bölünsün 2 və 54 köklər 3 verib sahəni yazırıq yerinə. Hər tərəfi köklər 3'ə bölə bilərik və 3 A kvadrat bərabər olur 2 vurulsun 54 A kvadrat bərabər olacaq 36. A da bərabər olacaq 6. Deməli, tərəf 6'dır. Bizdən perimetrini soruşur. Perimetr də bərabər olacaq 6A'ya, yəni 36. Dördüncü məsələ. O mərkəzli dairədə AB 3 köklər 3, AC isə 3 cm-dir. İştirilənmiş hissənin sahəsini tapın. Diqqətlə fikir verir. İştirilənmiş hissənin sahəsini tapmaq üçün biz yarım dairənin sahəsindən burada verilən BAC üçbucağının sahəsini çıxmalıyıq. Deməli, əvvəlcə üçbucağın tərəflərinə fikir verək. AB və AC tərəfləri verilir və bucaq BAC söykənib burada diametrə. Deməli, bucaq BAC 90 dərəcədir. Söhbət düz bucaq üçbucaqdan gedir. AB-ni bizə verir 3 köklər 3. AC tərəfi 3 cm-dir. Biz Pifagor teoreminə görə BC hipotenuzunu tapa bilərik. BC-nin kvadratı bərabərdir 3 köklər 3'ün kvadratı üstəgəl 3'ün kvadratı.
Deməli, BC-nin kvadratı bərabərdir 27 üstəgəl 9, 36. BC də 6. BC hipotenusu 6'dırsa, o da burada mərkəzdir, bərabər bölünür. Deməli, radiuslar 3'dür. Yəni, çevrənin radiusu 3'ə bərabərdir. Biz həm üçbucağı sahəsini, həm də yarımdairənin sahəsini tapa bilərik. Üçbucağın sahəsi S. Deməli, üçbucaq BAS. Üçbucaqlı üçbucaqdır. 2'də 1 Rus katetləri hasili, yəni 3 köklər çıxılsın 3. Bu da bizə verir 9 köklər 3 bölünsün 2. Və S yarımdairə. S yarımdairə də bərabər olacaq pi r kvadrat bölünsün 2. Radius 3'dür. Olacaq 9 pi bölünsün 2. Və gətiririk şərhlənmiş hissənin sahəsini tapmaq üçün yarım dairənin sahəsində BAS üçbucağın sahəsinə çıxırıq. Deməli, S bərabər olur 9 pi bölünsün 2 çıxılsın 9 köklər 3 bölü 2. 9 metrizə faizini çıxsa qalacaq. Metrizədə pi çıx köklər 3 bölünsün 2 variant. 5-ci məsələ. Oxşar məsələdir. Üçbucağın tərəflərini verib bizə şərhlənmiş hissənin sahəsini soruşur. Üçbucağı da diametrə söykənib MH bucağın, deməli biz buradan ML-in diametrin uzunluğunu Pifagor teoreminə görə tapa bilərik. Köklər üçün kvadratı üstəgəl 1'in kvadratı. Bu da bizə 4 verir. ML 2'ye bərabər olur. Deməli, radius bərabərdir. ML bölünsün 2 radiusumuz olur 1 santimetr. Üçbucağın sahəsi S2'də 1 katetlər hasili, yəni köklər 3 vurulsun 1. Köklər 3 bölü 2 yarım dairənin sahəsi r kvadrat bölünsün 2. R də 1'ə bərabərdir olur 1 bölü 2. Və yarım dairənin sahəsindən çıxırıq. Üçbucağın sahəsini məxrəc 2 Sovyet pi çıxılsın köklər 3. 6-cı məsələyə baxaq. Radius 3 cm olan çevrə düzbucağın tərəflərindən toxunur. Şərhlənmiş hissənin sahəsini tapın. Toxunma nöqtələrini qeyd edək. Çevrənin mərkəzini qeyd edək. Əgər radiusu çəksək, radius toxunma nöqtəsindən çəkilməlidir. Toxunma perpendikulär olmalıdır. Yəni düzbucaq yaranır. Digər toxunma nöqtəsi ilə də birləşdirsək, burada da düzbucaq var. Deməli, bu figur kvadratdır. Radius santimetr verilib hər tərəfdən 3 santimetr olur. Deməli, biz şərhlənmiş hissənin sahəsini tapmaq üçün bu kvadratın sahəsindən bu sektorun sahəsini çıxmalıyıq. Sektorunda bucağı, bu da düz bucaqdır. Yəni, dairənin 4'də 1 hissəsidir. Deməli, kvadratın sahəsi bərabər olur 3'ün kvadratı 9. Sektorun sahəsi S sektor, bu da düzbucaq olduğu üçün dairənin 4'də 1 hissəsində 4'də 1 pi r kvadratını tapa bilərik. 4'də 1 pi r kvadrat, bu da bizə verir 4'də 1 pi vurulsun 9. Yəni 2 tam %25 pi. Şərhlənmiş hissənin sahəsini tapmaq üçün kvadratın sahəsindən çıxırıq. Sektorun sahəsini 2 tam %25 pi. Bu da bizim cevabımız olur. 7 oxşar sualdır. Radiuslar çəkirik. Radius toxunma nöqtəsini çəkilməlidir. Toxunana perpendikulär olmalıdır. Eyni qayda ilə digər toxunana da perpendikulär çəkirik və bunlar olur radius. Radius 4 santimetrdir. Kvadrat alınır. Kvadratın sahəsindən sektorun sahəsini çıxırıq. Kvadratın sahəsi olur 4'ün kvadratı çıxılsın sektor. Bu sektorda dairənin 4'də 1 hissəsidir. Çünki düzbucaq var. 4'də 1 vurulsun pi r kvadratı. Yəni pi vurulsun r'in kvadratı 16. 16 çıxılsın 4 pi. 8-ci məsələ. Üçbucaq BDY-nin sahəsi verilib. Köklər 3 kvadrat santimetr. Bütün altı bucağının sahəsini soruşur bizdən. Deməli, üçbucağın BY tərəfinə fikir veririk. BY tərəfi
bu altı bucağının xaricdən çəkilmiş çevrənin mərkəzidir. Beyin yəni böyük diagonal olduğu üçün biz də bilirik ki, böyük diagonal onun xaricdən çəkilmiş çevrənin diametri ilə üst-üstə düşür. Və biz artıq sübut etmişik ki, düzgün altı bucağının tərəfləri onun xaricdən çəkilmiş çevrəsinin radiusuna bərabərdir. Yəni böyük R A'ya bərabərdir. Diametr 2R'dir. Yəni tərəfinin 2 mislidir. Və B'yi burada diametri olduğu üçün əlbəttə ki, diametri söykənən bucaq düz bucaqdır. B təpəsindəki bucaq düz bucaqdır. Biz Pitagorla BD tərəfini tapa bilərik və yaxud BD kiçik diagonaldır. Düzgün altı bucağının biz kiçik diagonalının da düsturunu bilirik. A kökləri 3'e bərabərdir. Və biz uç bucağın sahəsini yaza bilərik. Düz bucağı 3 bucaqdır. 2'də 1 katetləri hasili A kökləri 3 bulunsun. A yəni kökləri 3 A kvadrat bölünsün 2. Və bu sahəni bizə verir kökləri 3. Kökləri 3 A kvadrat bölünsün 2 bərabərdir. Kökləri 3 A kvadrat bərabərdir 2 və buradan düzgün altı bucağının tərəfini tapılıb kökdə 2. Və düzgün altı bucağının sahəsini tapmaq üçün dedik ki, altını vururuq bərabər tərəfli 3 bucağın sahəsinə və 3 kökləri 3 A kvadrat bölünsün 2 düsturu alınır. A'nın qiymətini getirib yerinə yazırıq. Kökdə 2'nin kvadratı bizə 2 verir və məxrəcdəki 2 ilə getdikdə cavabımız qalır 3 kökdə 3. 9-cu məsələ oxşar məsələdir. Deməli, biz sübut etdik ki, D təpəsindəki bucaq düz bucaqdır. Çünki B'yi böyük diagonal onun xaricdən çəkilmiş çevrənin diametri ilə üst-üstə düşür və B'yi A'dırsa, onda B'yi 2A'dır. Çünki B'yi diametrdir. 2 ilə bərabərdir. R də A'ya bərabərdir. BD də kiçik diagonaldır. Kiçik diagonalda düsturunu A kökləri 3 bilirik və yaxud Pitagor teoremi ilə tapsaq BD'nin yenə bizə verəcək A kökləri 3. Və biz bu 3 bucağın sahə düsturunu yaza bilərik. Düz bucağı 3 bucaqdır. 2'də 1 katetlər hasili A kökləri 3 vurulsun. A kökləri 3 A kvadrat bölünsün 2. Sahəni bizə verir. Deməli, kökləri 3 A kvadrat bölünsün 2 bərabərdir 3 kökləri 3. Hər tərəfi kökləri 3'ə bölə bilərik. A kvadrat bərabər olur 6, A bərabər olur kökdə 6. Və düzgün altı bucağının sahəsi dedik ki, 3 kökləri 3 A kvadrat bölünsün 2. Getirib yerinə yazsaq 3 kökləri 3 vurulsun kökdə 6'nın kvadratı bölünsün 2. Kökdə 6'nın kvadratı 6, 6'nı 2'yə bölsək olacaq 3. Cavabımız olacaq 9 kökdə 3. 10-cu məsələ aşağıdakilərdən hansı verilmiş fiqurun sahəsini ifadə edir? Deməli, biz bu fiquru 2 hissəyə bölə bilərik. Əgər bu formada bölsək, onda deməli, hər iki tərəf düz bucağının qarşı tərəfləri bərabər olduğu üçün burada hər iki tərəf C-yə bərabər olur və uzunluğu da məlumdur A. Deməli, böyük düz bucağının sahəsi olacaq A vurulsun C. Və burada kiçik düz bucağı alınır. Deməli, eni olacaq B çıxılsın C. Kiçik düz bucağının sahəsi olacaq C vurulsun B çıxılsın C. Yəni, ümumi fiqurun sahəsi bərabər olacaq. Böyük düz bucağının sahəsi AC üstə gəl. Kiçik düz bucağının sahəsi C vurulsun B çıxılsın C. Deməli, AC üstə gəl BC çıxılsın C kvadrat. C-nin ötürücü xaricini çıxarsaq A üstə gəl B çıxılsın C. Y variantı. 11-ci sual. Radiusları 10 cm olan çevrələr xaricdən toxunur. AB və CD nüsxətləri bu çevrələrin toxunanlarıdır. İşlənmiş hissənin sahəsini tapın. Deməli, biz burada nə edirik? A ilə C-ni birləşdirsək, bu çevrənin diametri olacaq. Çünki radius toxunana perpendikulярdır. B-ni də D ilə birləşdirsək, yenə də baxın, bu da diametri olacaq. Və radius 10'dur. Radius 10'dur. Deməli, burada düz bucağı alınır. Həmin düz bucağının eni 20 cm olur.
Digər tərəfdən mərkəzləri də birləşdirsək, yenə radiuslardır. Deməli 10, 10. ABD 20 olur. Onda belə çıxır ki, ABCD kvadrat olur. Biz bu kvadratın sahəsindən baxın bu iki dənə yarım dairələrdən sahələrini çıxmalıyıq. Qalacaq işlədilmiş hissənin sahəsi. Həmin o yarım dairələri də üst-üzə qoyub birləşdirsək, bizə bir dənə dairə verəcək. Deməli, biz bir dairənin sahəsini hesablayırıq. 1 kvadrat, ev 10'dur, 100 pi və kvadratın sahəsini hesablayırıq. A, B, C, D. Sahəsi bərabər olacaq. Bir tərəfin kvadratı 20'nin kvadratı. Bu da bizə verir 400. Və işlədilmiş hissənin sahəsi də olur. 400 100 pi kvadrat santimetr. On ikinci sualda oxşar sualdır. Baxın, mərkəzi qeyd edib A ilə C-ni birləşdirsək, bax, bu da diametrdir. B ilə D-ni birləşdirsək, yeni diametrdir. Radiusu 15'dir. 15, 15 tərəf 30 olur. Digər tərəfdən mərkəzləri də birləşdirsək, yine hər ikisi radiusdur. 15, 15. Deməli, AB də 30'dur. CD də 30'dur. Yəni bu kvadratdır. Kvadratın sahəsindən biz bax, bu iki yarım dairənin sahələr cəmini çıxmalıyıq. Həmin o iki yarım dairənin sahəsi də bir bütün dairə verir bizə. S dairə bərabər olacaq pi r kvadrat. Radius 15 olduğu için kvadratı 225 pi və kvadratın sahəsi s kvadrat bərabər olacaq 30'un kvadratı 900. Və işlədilmiş hissənin sahəsi də bərabər olacaq 900 çıxılsın 225 pi kvadrat santimetr. Y variantı. 13. Üç ardıcıl tərəfləri 1,2, 3 və 4,8 cm olan dördbucağının daxilinə radiusu 1,2 cm olan şeylər çəkilmişdir. Dördbucağının sahəsini tapın. Üç ardıcıl tərəflər dedikdə, məsələn, A-dan başlayırıqsa A, B, C nəzərdə tutulur. Yəni A-ya 1,2, B-yə 3, C-yə də 4,8 cm deyə bilərik. Deməli, biz bilirik ki, dördbucağının daxilinə çevre çəkilibsə, onda dördbucağının qarşı tərəflərinin cəmi bərabər olmalı. A üstə gəlsə bərabər olmalıdır B üstə gəl D-yə. Biz bu dördbucağın sahəsini axtardıq. Çevrənin mərkəzini qeyd edək. Çevrənin mərkəzini dördbucağının təpə nöqtələri ilə birləşdirsək, burada 4 ədəd üçbucaq alınır. Və biz bu üçbucaqların deməli sahələrini tapıb toplasaq, dördbucağın sahəsini tapmış oluruq. Və buradan hazır düstur alınacaq. Gəlin düsturun alınmasına baxaq. Məsələn, üçbucağın hər biri üçün sahə düsturunu 2'də 1 AH-ı tətbiq etsək, o təpəsindən AB-yə hündürlük çəksəm, bu hündürlük və radiusdur. Çevrən radius. Ilə digər radiusları da çəksək, həmin radiuslar olacaq bu üçbucaqların hündürlükləri. Və hər bir üçbucaq üçün sahə düsturunu yazsaq, 2'də 1 A vurulsun R, üstə gəl. 2'də 1 B vurulsun R, 2'də 1 C vurulsun R, üstə gəl. 2'də 1 D vurulsun R. Cəmi alınır. Baxın, 4 üçbucağın hər biri üçün sahə düsturunu yazdım. 2'də 1 R, mütərizə xaricinin sıxısı qalacaq A, üstə gəl C, üstə gəl B, üstə gəl D. Baxın bu cəmi. A üstə gəl C, B üstə gəl D-yə bərabərdir. Deməli, mən B üstə gəl D-nin yerinə getirib A üstə gəl C yaza bilərəm. O zaman 2'də 1 vurulsun R vurulsun 2 A üstə gəl C olunar. Yəni burada 2 dənə A üstə gəl C var. Bu 2'lər də burada getsə, belə bir düstur alınır. A üstə gəl C vurulsun R. Yəni, dördbucağının daxilə çevrə çəkilibsə, bu dördbucağın sahəsini tapmaq üçün iki qarşı tərəfin cəmini bulmalıyıq bu çevrənin radiusuna. Deməli, S bərabərdir. Qarşı tərəflərin cəmi 1,2 üstə gəl 4,8 vurulsun radius, yəni 1,2. Bu da bizə verir 6 vurulsun 1,2. Cevabımız 7,2.
10'dur. Bərabər tərəfi üçbucaqdır. Tərəfləri 3 santimetrdir. Onun daxilinə çevrə çəkilmişdir. İşlədilmiş hissənin sahəsini tapın. Deməli, diqqətlə fikir veririk. Burada OD radiusdur. Radius deməli, toxunanlıq yekünlüklər olmalıdır. Yəni, bax, burada düz bucaqdır. Çünki AC çevrəyə toxunluq var isə, deməli, BD hündürlükdür. Hündürlük həm də median olacaq. Əgər mediandırsa, onda BD medianı ABC üçbucağın sahəsini 2 bərabər hissəyə bölür. Deməli, biz bərabər tərəfi üçbucağın sahəsini tapıb 2 bərabər hissəyə bölürük, alınır ABD üçbucağın sahəsi. Və ABD üçbucağın sahəsindən də bax, bu yarım dairənin sahəsini çıxsa, işlədilmiş hissənin sahəsini tapmış oluruq. Deməli, biz bu çevrənin radiusunu bilməliyik. Bərabər tərəfi üçbucağın daxilini çəkilmiş çevrənin radiusu R bərabərdir A2/3/6. Yəni, bu üsuldan istifadə edib radiusu tapılıb, tərəfi üçlü 3/3 bölünsün 6. Bu da bizə verir 2/3/2. Və biz yarım dairənin sahəsini tapıb, R kvadrat bölünsün 2, pi bölünsün 4/3/2. Bu da bizə verir 3/8. Oldu yarım dairənin sahəsi. İndi bərabər tərəfi üçbucağın sahəsini 2 bərabər hissəyə böləcəyik. Yəni, bərabər tərəfi üçbucağın sahəsi 2/3 A kvadrat bölünsün 4. Tərəfi 3'dür, 9 2/3/4. Və 2 hissəyə böləndə alınacaq 9 2/3 bölünsün 8. Və bu ABD üçbucağın sahəsindən çıxacaq yarım dairənin sahəsini. Yarım dairənin sahəsi 3/8. Deməli, cavabımız olur 9 2/3 çıxılsın 3 bölünsün 8. B variantı. 15 oxşar məsələdir. Bərabər tərəfi üçbucaqdır. Üçbucağın tərəfi verilib 4. Və işlədilmiş hissənin sahəsini soruşur. Radius, bax, burada toxunaraq yekünlüklərdə BD hündürlük həm də mediandır. Bərabər tərəfi üçbucağın sahəsi 2 bərabər sahəyə bölür. Deməli, biz radiusdan başlayırıq. Bərabər tərəfi üçbucağın daxilini çəkilmiş çevrənin radiusu A2/3 bölünsün 6. Bu da bizə 4/3/6, yəni 2/3 bölünsün 3 verir. Deməli, yarım dairənin sahəsi pi R kvadrat bölünsün 2. Pi bölünsün R'in kvadratı. R'in kvadratı deməli 9'da 4/3/12. Bu da bizə verəcək 12 pi bölünsün 18, 6'ya hesab etsək 2 pi bölü 3. Bu da yarım dairənin sahəsi və üçbucağın sahəsi, bərabər tərəfi üçbucağın sahəsi 2/3 A kvadrat bölünsün 4. Tərəf 4'lük kvadratı 16 2/3/4. Bu da bizə verir 4/3 və üçbucağın da sahəsini tən yarı bölürük. ABD üçbucağın sahəsini tapmaq üçün bu da bizə verir 2/3. 2/3'dən də çıxıb yarım dairənin sahəsi, yəni 2 pi bölünsün 3'ü yerdə qalır işlədilmiş hissənin sahəsi. Məxrəcindəki 3 surətimiz olur. 6/3 çıxılsın 2 pi. Bu da bizə verilib A variantında. 16-cı məsələyə baxırıq. Kvadratın daxilinə radiusu 4 cm olan dairə çəkilmişdir. İşlədilmiş hissənin sahəsini tapın. Kvadratın diaqonalı çəkilib. Kvadratın diaqonalı deyirik ki, kvadratın sahəsini 2 bərabər hissəyə bölür. Deməli, biz kvadratın sahəsini tapıb 2'ye bölsək, burada ABD üçbucağının sahəsini tapmış oluruq. ABD üçbucağının sahəsindən də yarım dairənin sahəsini çıxsaq, işlədilmiş hissənin sahəsini yəni tapa bilərik. İndi çevrənin radiusu bizə verilib R 4 cm-dir və kvadratın daxilinə əgər çevrə çəkilibsə, həmin çevrənin radiusu kvadratın tərəfinin yarısına bərabərdir. Deməli, kvadratın tərəfi bərabər olur 2'yə, yəni 8'ə. Kvadratın sahəsi tapılır S bərabərdir A kvadrat 64 və S üçbucağı ABD bərabərdir. Kvadratın sahəsində bölürük 2'yə 32. Deməli, üçbucağın sahəsini tapdıq. İndi yarım dairənin sahəsini tapıb üçbucağın sahəsindən çıxmalıyıq. S yarım dairə də bərabər olacaq pi R kvadrat bölünsün 2. Yəni, dairənin sahəsinin yarısı. Dairənin radiusu 4 idi. 4'ün kvadratı bölü 2. Bu da bizə verəcək 8 pi. Və nəhayət işlədilmiş hissənin sahəsi olacaq 32 çıxılsın 8 pi. 8'i də mötərizə xaricində çıxarsaq, qalacaq 4 çıxılsın 1 kvadrat santimetr. B variantı.
17. məsələ. AD tərəfi verilib. 5 kökdə 3, AB 8, BC 6, bucaq B, bucaq D 90 dərəcədir. ABC'de dördbucağın sahəsini tapın. Biz ABC təpələrini birləşdirsək, bu dördbucağın sahəsi 2 hissəyə bölünəcək. Yəni, iki üçbucağın sahələrinin cəmrinə bərabər olacaq. Yəni, S ABCD bərabər olacaq. S üçbucaq ACD üstəgəl S üçbucaq ABC. Bu üçbucaqları da əgər biz fikir versək, hər ikisi də üçbucaq üçbucaqdır. Deməli, ABC üçbucağının katetləri məlumdur. ACD üçbucağının katetlərindən biri məlum deyil. Deməli, biz AC diaqramını burada daha doğrusu hipotenusunu tapa bilərik. 6-8 desə hipotenus 10 cm olur və CD-ni də biz buradan tapa bilərik. CD-nin kvadratı bərabərdir. Onun kvadratı çıxılsın 5 kökdə 3-ün kvadratı. Bu da bizə 25 verər. Deməli, CD bərabər olur 5. CD-ni də tapdıq. İndi hər iki üçbucağın sahəsini tapa bilərik. Deməli, S ABCD dördbucaqlısı bərabərdir. S üçbucaq ACD-nin sahəsi. ACD-nin sahəsi olacaq 5 kökdə 3 vurulsun 5 bölünsün 2. ABC-nin sahəsi də 6 vur 8 bölü 2. Deməli, sahə bərabər olur. Məxrəc 2, 25 kökdə 3, üstəgəl 48. 25 kökdə 3, üstəgəl deməli 48 bölü 2. Bakın. On 18'de oxşar sualdır. C ilə A təpəsini birləşdirək. Burada 2 düzbucaqlı üçbucaq alınır. AB tərəfini 4 cm verilib. Veriblər BC 3'dür. CD 2 kökdə 3. Deməli, AD məlum deyil. 3, 4 isə AC hipotenusu 5 cm-dir. AD-ni tapan 5'in kvadratı çıxılsın 2 kökdə 3'ün kvadratı 25 çıxılsın 12 bərabərdir 13. Deməli, AD bərabər olur kökdə 13. Deməli, iki üçbucağın hər birinin sahəsini tapıb toplayırıq və ABCD dördbucaqlısının sahəsini tapmış oluruq. S ABCD bərabərdir S üçbucaq ABC üstəgəl S üçbucaq ACD. Deməli, ABC üçbucağının sahəsi 3 vurulsun 4 bölünsün 2 üstəgəl ACD üçbucağının sahəsi AD'nin köklərini düz tapmışıq. 2 kökdə 3 vurulsun kökdən 13 bölü 2. Deməli, 12 bölü 2 6. Burada da olacaq kökdə 39. 6 üstəgəl kökdə 39. Bir variant. Keçirik 9-cu məsələyə. ABC üçbucağında AM, MM, BN tamamlayındır. A ilə işarə edək. Deməli, BK, KP, PC bir komponentdir. B ilə işarə edək. AF, FY, VC. Baxın, bunlar da komponentdir. Bunlar da C ilə işarə edək. Bizə deyir ki, bu işlənmiş sahə ABC üçbucağın sahəsinin hansı hissəsidir? Deməli, biz bax burada ağ rəngdə olan bu kiçik üçbucaqlar sahələrini bilməli. Onların sahəsini toplayıb çıxırdı. Üçbucağın sahəsindən yerdə qalır işlənmiş deməli hissənin sahəsi. Digər üçbucaqlara fikir verir. Məsələn, üçbucaq EMAF. EMAF-də bucaq deməli, EMAF-də bucaq A olsun AF. Diqqətlə fikir verir. Üçbucaq deməli EMAF və üçbucaq BACD üçbucaq. Bu üçbucaqlar oxşar olacaq. Deməli, niyə oxşar olur? Çünki A bucağı ortaqdır. İki tərəf AM və AB, AF və AC isə tərəflərin mütənasib olacaq. Oxşarlıq TDD əlamətinə görə tərəf bucağı tərəf əlamətinə görə bu üçbucaqlar bərabər olacaq. Çünki AM AB-yə nisbəti bərabər olacaq AF-in və üçbucağın tərəfi AC-yə nisbəti. Bu da 3 ilə bərabər olacaq.
Çünkü A'nın 3 ayrı nisbəti C'yi, 3 C'ye nisbəti 3'e bire beraber olacaq. Deməli, iki tərəfi mütənasib, onların arasındakı bucağı isə bir-birinə kongruentdir. Deməli, bu üçbucaqlar oxşardır. Əgər üçbucaqlar oxşardırsa, onda onların sahələr nisbəti mütənasibi əmsalının kvadratına bərabərdir. Yəni, S üçbucaq MAF bölünsün S üçbucaq BAC bərabərdir 3'də 1'in kvadratı. Yəni, 9'da 1. Deməli, AMF üçbucağın və üçbucağın ABC'nin 9'da 1 hissəsidir. Yəni, sahəsi 9'da 1 hissəsidir. Bax, bu dediklərimizi biz BNK üçbucağı üçün, PYS üçbucağı üçün də sübut edə bilərik. Onların, məsələn, iki tərəfin arasındakı bucağı beta, C bucağını məsələn komodikdirsə, yenə də A'nın 3 ayrı nisbət, B'nin 3 B'yə nisbət. Yəni, 3'də 1'ə bərabər olacaqdır. Beta oxşarlıq əlamətinə görə BNK üçbucağı da B üçbucağı BAC-yə oxşar olacaq. Deməli, hər birinin sahəsi 9'da 1 olacaq. Yəni, B üçbucağın 9'da 1 hissəsi. Deməli, bu üçbucaqların sahələrinin cəmi 9'da 1 işləgər 9'da 1 işləgər 9'da 1. 9'da 3, bu da 3'də 1'ə bərabərdir. Deməli, bax, bu ağrəmdə olan üçbucaqların sahələrinin cəmini oldu. B üçbucağının sahəsinin 3'də 1 hissəsi. Bizə də iştirilənmiş hissənin sahəsini soruşurdu. İştirilənmiş hissənin sahəsi də əlbəttə ki 3'də 2 olacaq. Çünki 3'də 3'dən 3'də 1'i çıxıraq, yerdə qalır 3'də 2. Yəni, üçbucaqların sahələrinin cəmi əgər 3'də 1 hissədirsə, əlbəttə ki iştirilənmiş hissə də olacaq 3'də 2 hissə. 20. Sahəsi 24 cm olan ABCD paralelogramında AK KB'ye bərabər, bu da SNA ve MD'ye kongruenttir. Çünkü paralelogramın karşı tərəfləridir. BL ES'ye kongruenttir ve onlar da AN MD'ye kongruenttir. Sürüklənmiş hissənin sahəsini tapın. Paralelogramın sahəsi verilib 24. Biz B ilə D təpəsini birləşdirsək, yəni BD diagonalını çəksək, deyirik ki, BD diagonal paralelogramın sahəsini 2 bərabər hissəyə böləcək. Yəni, S üçbucaq BCD bərabər olacaq S üçbucaq deməli ABD. Bu da bərabər olacaq 24 bölü 2 12. Və bu da fikir versə üçbucağı BCD üçbucağının L BC tərəfinin orta nöqtəsidir. M isə CD tərəfinin orta nöqtəsidir. Deməli, L'nin parçası orta xəttir. Biz də deyirik ki, orta xəttin ayrıdır işlədilmiş hissə və üçbucağın BCD'nin 4'də 1 hissəsi olur. Yəni, əgər 12'dirsə, bu C elinə düşülsə 4'də 1. Bunu oxşarlıqda biz göstərmişdik. Deməli, əgər orta xətdirsə, təpədəki üçbucağı ES trapesiyə 3S düşür. Yəni, bax, bu kiçik üçbucağın sahəsi B üçbucağın sahəsinin 4'dən 1 hissəsi olur. Yəni, üçbucaq CLE'nin sahəsi olur 4'də 1 bölünsün 12. Yəni 3. Eyni qayda ilə sübut etmək olur ki, S üçbucaq AKM bərabərdir ABD üçbucağının 4'də 1 hissəsi. ABD'də 12 idi, 4'də 1 bölünsün 12'ye 3. İştirilənmiş hissə 3. Bizdən iştirilənmiş hissənin sahəsini soruşur. 3 üstə gəlir 3 6. 21'de oxşar sualdır. Paralelogramlara ABCD kongruent açılar verilir. AK, BK'ya, C'nin MD'ye kongruent ve L, S ve A'nin MD buna kongruent açılardır. İştirilənmiş sahəni soruşur bizdən. AC diagonalını çəksək, AC diagonal paralelogram sahəsi 2 bərabər hissəyə bölünür. S üçbucaq ABC bərabər olur. S üçbucaq ACD ve bərabər olur 40'ın yarısı 20. Və K ilə orta xətt olur. Orta xəttə üçbucaq sahəsini 1/3 nisbətində bölür. Yəni, üçbucaq BK'nin sahəsi bərabər olur 4'də 1 üçbucaq deməli ABC'nin sahəsi. ABC'nin də sahəsi 20 olduğu üçün 4'də 1 bölünsün 25. Eyni qayda ilə üçbucaq MD'nin sahəsi bərabər olur 4'də 1 bölünsün üçbucaq ACD. Bu da 4'də 1 bölünsün 25'e bərabər olur. Və iki iştirilənmiş üçbucağın
Sahələr cəmi 5/2 cavabımız olur 10. 22'də sahəsi 70 olan, bax bu düzgün 7 bucaqlının xaricinə çəkilmiş çevrənin mərkəzi O nöqtəsidir və A, B, C, D, O 5 bucaqlısının sahəsini soruşur. Deməli, biz O təpəsini bilirik ki, B ilə birləşdirsək və C ilə birləşdirsək, burada iştiqlənmiş sahə 3 bərabər C bölünür. S, 3 bərabər C bölünür. Digər təpələrlə birləşdirsək, yəni burada hər bir üç bucağın sahəsi S-ə bərabər olur. Yəni burada alınan bucaqların hamısının sahəsi bərabər olur. Yəni 7 bucaqlı da 7 bərabər burada sahəyə bölünür. Və sahə 70'dir. 70'i bölürük 7'yə və iştiqlənmiş bizdən deməli A, B, C, D, O. Bu iştiqlənmiş sahəsi olur. İştiqlənmiş sahədə də bu üç bucaqdan 3 ədəd birləşir. Burada 3'ə cavabımız olur 9. 23. O nöqtəsi ABCDE GH 8 bucaqlısının xaricinə çəkilmiş çevrənin mərkəzidir. A, B, C, D, O. Baxın bu çoxbucaqlının sahəsini bizə deyib 21 ştrixlənmiş çoxbucaqlının. Bizdən AHRFYDO, AHRFYDO, yəni bu ağ rəngdə olan çoxbucaqlının sahəsini soruşur. Deməli biz nəyə baxırıq burada? O təpəsi ilə B-ni birləşdiririk. O təpəsi ilə C-ni birləşdiririk. Baxın burada həmin bu çoxbucaqlının sahəsi 3 bərabər hissəyə bölünür. Və bu 3 bərabər hissənin sahəsini bizə verib. 3 S bərabərdir 21. Bax bunlar hər biri S. Bax bunlar hər biri S. 3'də bir-birinə bərabər. Deməli S bərabər olur 7'yə. Yəni bir dənə üç bucağın sahəsi 7 olur. İndi baxırıq bu ağ rəngdə olan çoxbucaqlıya. Baxın O təpəsini H ilə də birləşdiririk, G ilə də birləşdiririk, F ilə də, Y ilə də birləşdiririk. Baxırıq 1, 2, 3, 4, 5. 5 ədəd burada sahəsi bərabər olan üç bucaq alınır və həmin sahədə hər biri 7'yə bərabərdir. Ona görə 5'i vururuq 7'yə, cavabımız olur 35. Radiusu 4 olan çevrə xaricinə perimetri 30 olan çoxbucaqlı çəkilmişdir. Çoxbucaqlı sahəsini tapın. Çoxbucaqlı sahənin üstünə S bərabərdir 2'də 1 B vurulsundur. R burada çoxbucaqlının daxilinə çəkilmiş çevrənin radiusudur. Burada da baxın radiusu 4 olan çevrəyə xaricinə çoxbucaqlı çəkilir. Yəni çevrə çoxbucaqlının daxilindədir. Bu kiçik yerdə olan radiusudur. Yəni bu çoxbucaqlının sahənin üstüdür. Və radius da bizə verilib 4 və perimetr verilib 30. Gətirib yenə yazırıq. S bərabərdir 2'də 1 30 vurulsun 4, cavabımız olur 60. 25. soru radiusu 2 olan çevrə xarici sahəsi 16 olan çoxbucaqlı çəkilib çoxbucaqlının perimetrini tapın. Deməli radiusu 2'dir. Sahə 16'dır. Bizdən soruşur perimetri dedik ki S bərabər olur 2'də 1 B vurulsun R. Yəni çoxbucaqlının daxilində çevrə varsa, bax bu kiçik yer çevrənin radiusudur. Çoxbucaqlının sahəsi S-dir, perimetri isə P-dir. Və bizə sahəni verir. 16 bərabərdir 2'də 1 B vurulsun R. Yəni 2. 2'lər burada gedir. P-də bərabər olur. 26. ABCD dörtbucaqlısının təpələrindən diaqonallarına paralel düz xətlər çəkilmişdir. Deməli, ABCD dörtbucaqlısının diaqonallarına paralel düz xətlər çəkilib. Baxaq diaqonallarına. Birinci BD diaqonalını çəkək. Deməli, BD diaqonalına A təpəsindən paralel düz xət çəkilib. Gəlin, alınan dörtbucaqlının da adlandıraq. L, M, N, Y. Baxın, LM A təpəsindən BD diaqonalına paralel çəkilib. Yəni, LM paraleldir BD-yə. Digər tərəfdə C təpəsindən NY BD-yə paralel çəkilib. O da paraleldir NY-yə. Və dördbucağının ikinci diaqonalına AC-ni də çəkək. Baxın, AC diaqonalına B təpəsindən paralel çəkilib. M-in digər təpədən, yəni qarşı tərəfdən D təpəsindən də paralel çəkilib AC-yə.
L7. Yani M paraleldir AC diagonalına. Bu da paraleldir L7. Yani bunları niye göstereceğim? Burada dördbucaqlılar alınır. Fikir verin. A, M, V, O. Bir tanesini göstereceğim. Deməli, A, M, V, O da. Baxalım bunun. Baxalım bu dördbucaqlıya. Deməli, bu dördbucaqlının qarşı tərəfləri paralel olur. AM BO'ya paralel olur. MB də AO'ya paralel olur. Çünki bax, çəkilən nüsxətlər diagonallara paralel idi. Deməli, paralelogramdır. Bu dördbucaqlı paralelogramdır. AMBO. Əgər paralelogramdırsa, onda AB diagonalıdır. Biz də demişik ki, diagonal paralelogramın sahəsini iki bərabər hissəyə bölür. Yəni, biri S1'dirsə, yəni birinin sahəsi S1'dirsə, digər üçbucağının da sahəsi S1'dir. Eyni qayda ilə biz sübut edə bilərik ki, BOCN dördbucaqlısı da paralelogramdır. Çünki qarşı tərəfləri paraleldir və BC onun diagonalıdır. Əgər burada üçbucaqlardan birinin sahəsi S2'dirsə, digəri də S2'dir. Eyni qayda ilə S3, S3, S4, S4 olur. İndi gəlin fikir verək. ABCD dördbucaqlısının bizə sahəsini vermişdi 20. ABCD dördbucaqlısının içindəki üçbucaqları, yəni yazaq. S1 üstəgəl S2 üstəgəl S3 üstəgəl S4 bərabərdir. Bizə şərtdə verib ki 20. Baxın, dördbucağının daxilində üçbucaqların sahələri cəmli yazdıq. Bərabərdir 20. İndi bizdən soruşur, iştirilənmiş hissənin sahəsini tapın. İştirilənmiş hissələrə baxın, üçbucaqlar. Həmin üçbucaqlara gəlin, baxaq sahələrinə. S1 və daha doğrusu S1 buradan, S1, S2, S3, bu da S4. S4'dür bu. Deməli, bu iştirilənmiş üçbucaqların da sahələrinin cəmi olur S1, S2, S3 və S4-cə. Bu da 20'ye bərabərdir. Deməli, iştirilənmiş sahə elə ABCD dördbucaqlısı sahəsinə bərabər imiş. Buna görə də cavabımız olur 20. 27-ci məsələ oxşar məsələdir. BD diagonalı çəksək və AC diagonalı çəksək, bax, A, B, C, D təpələrindən paralellər çəkilir. Dediyimiz kimi, burada alınan dördbucaqlılar hamısı paralelogram olur. AB diagonal olur, BC diagonal olur, CD paralelogramın diagonalı olur. Eyni qayda ilə AD bax, bu paralelogramın diagonalı olur. Yəni, sahələr bərabər bölünür. S1, S1, S2, S2, S3, S3, S4, S4. Bizə də iştirilənmiş hissənin sahəsini 45 bilib. İştirilənmiş hissə, baxın, kənarda qalan üçbucaqların sahələrinin cəmi S1, bax, biri budur, S2, biri budur, S3, digəri S4, S1, S2, S3, S4 sahəsini bizə 45 veribsə, ABCD dördbucaqlısının sahəsini soruşur. ABCD dördbucaqlısının daxilinə baxırıq. Görürük ki, burada da dörd üçbucağı var. Onların da sahələri yenə S1, S2, S3 və S4'e bərabərdir. Buna görə də dördbucaqlının da sahəsi bərabər olur 45'e. ABCD düzbucaqlı trapesiyasının daxilində O mərkəzli çevrə çəkilmişdir. AB perpendikulyardır AD. Çünki düzbucaqlı trapesiyadır bu. Üçbucaq sahəsini verir. İştirilənmiş COD üçbucaq sahəsi 18. BCD və ADC bucaqlarının dərəcə ölçülərinin fərqini tapın. BCD körbucaq, bir də ADC iki bucağının. Bax, bu bucaqların fərqini tapın. Bunlar da bir tərəfə bitişik bucaqlardır. Daxili bir tərəfli bucaqlardır. Deməli, əvvəlcə nəyə fikir verəcəyik? Düzbucaqlı trapesiyanın daxilini çevrə çəkilmişdir. Bu zaman demişdik ki, həmin çevrənin diametri bərabər olur düzbucaqlı trapesiyanın hündürlüyünə. Hər ikisi baxın buradan radiusdur. Yəni hündürlük 2 yerə bərabər olur. Və bizə hündürlüyü 6 verib. Deməli 2 yer bərabərdir 6. Buradan yer bərabərdir 3. Yəni biz artıq çevrə radiusunu tapdıq. Bizdə COD üçbucağının sahəsini verib 18. COD üçbucağının sahəsi üçün 2'də 1 AH düsturunu tətbiq edə bilərik. Bunun üçün hündürlüyünü göstərmək lazımdır. O təpəsindən CD-yə hündürlük çəkirik və həmin hündürlük, bax, bu hündürlük elə çevrənin radiusu. Çevrənin radiusunu biz tapmışıq 3. Deməli, üçbucaq COD-nin sahəsi bərabər olacaq 2'də 1 CD tərəfi vurulsun radius. 18 bərabərdir
2'de 1 CD vurulsun radius 3. Buradan CD beraber olur 12. CD'ni biz tapdıq 12. İndi bucağı, bakın bu iki bucağı tapmağa çalışaq. AD'si. Bunun üçün C təpəsindən də hündürlüyü çəkək. Burada düz bucaqlı üç bucaq yarandı. CD'ye üç bucağı. Üç bucaq CD'ye də bucaq deməli AD'si beraber olacaq. Deməli C'nin hündürlüyü məlum 6. CD'nin də tapdığı 12. Qarşı katetin hipotenusa nisbəti, yəni sinusdan istifadə edə bilərik biz. Sinus bucaq AD'si bərabərdir. Qarşı katetin 6'nın 12'ye nisbəti. Bu da bizə 2'də 1 verəcək. Deməli bucaq AD'si bərabər olacaq 30 dərəcə. 30 dərəcə olduğu üçün BCD kör bucağı beraber olacaq 180 dərəcə çıxılsın 30 dərəcə. Yəni 150 dərəcə. Çünki daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir və bizdən bu bucaqların fərqini soruşur. Yəni 150 dərəcə çıxılsın 30 dərəcə, cavabımız olur 120 dərəcə. 29 oxşar sualı. Yine COD bucağının sahəsini verib, AB hündürlük verilib 12. Həmin baxın bu bucaqların, kör bucağı, iti bucağın fərqini bizdən soruşur. Eyni qayda ilə deməli tətbiq edirik. Baxın, hündürlükləri burada çəksək, diqqətlə fikir veririk. Bax, bunlar çevrənin radiuslarıdır. Deməli 2 yer bərabər olur 12'ye, bərabər olur 6'ya. Digər tərəfdən üç bucağın sahəsi üçün biz hündürlüyü çəksək, görürük ki, həmin hündürlük elə radiusa, çevrən radiusla bərabərdir və həmin üç bucağımıza sahəsini verir. 2'də 1 vurulsun CD, vurulsun bu tərəfə çəkilən hündürlük, bu da radiusdur. Vurulsun R bərabərdir 72. Yəni biz üç bucaq sahə düsturunu tətbiq etdik. Buradan radius 6 verilib. 2'də 1 vurulsun 6, vurulsun CD bərabərdir 72. 72'ni 3'e bölürük. CD beraber olur 24'e. CD'nin tapdığı 24 keçirik. Bax bu bucağa. Bucaq ADS'nin sinusu qarşı katetin hipotenusa olan nisbədir. Qarşı katetimiz hündürlükdür 12. Hipotenuzumuz 24'dür. 2'də 1 alınır. Deməli bucaq ADS beraber olur 30 dərəcə. Əgər 30 dərəcədirsə, onda bucaq BCD kör bucaq olacaq 150 dərəcə və bizdən bunların fərqini soruşur. 150 dərəcə çıxılsın 30 dərəcə bərabərdir 120 dərəcə. Keçirik 30-cu məsələyə. ABS üç bucağında AM'nin MN'ə, MN'in də BN nisbəti. Digər tərəfdən BK bölünsün KP bölünsün P'si və SQ bölünsün QR bölünsün AR. Baxın 1'in 2'ye 1-2-1 nisbətində bölünür. Yəni deməli AM x, MN 2x, BN x, məsələn BKY, KP2Y, PSY və yaxud Z, 2Z, Z. Bax belə bu nisbətdə bölünür. Və SABS'nin Z 48 böyük bucağın sahəsini bizdən baxın MN, KPQR, yəni bax bu figurun sahəsini soruşur bizdən. Bu figurun da sahəsini tapmaq üçün baxın küncdə balaca üç bucaqlar alınır. AMR, BNK, PSQ. Bax bu üç bucaqların sahələrinin cəmini çıxmalıyıq. ADS üç bucağın sahəsindən yerdə qalan sahə olacaq figurun sahəsi. Deməli biz bu üç bucaqlardan gəlin birinə baxaq. Üç bucaq A, M, L. Baxın bu üç bucaq, bu üç bucaq, beyazlı üç bucağına oxşar olacaq. Deməli, ayırgəni yazaq. Üç bucaq M, A, L oxşar olacaq. Üç bucaq beyazı. Yəni səbəb nədir? Niyə oxşar olur? Gəl baxaq. AY-nin AB-yə nisbəti bərabərdir AR-in AC-yə nisbəti. O da bərabərdir. Baxın, AM x, AB 4x.
AFZ, AC 4Z. Demek 4'te 1'e beraberdir. Tərəflərin nisbəti eynidir. Və bu tərəflərin arasında qalan bucaq A. Bucaq A həm MA'ya üçbucağında eynidir, həm də BAC üçbucağında eynidir. Ortaqdır. Bucaq A ortaq. Deməli, burada TBT oxşarlıq əlaməti alınır. Tərəf, bucaq, tərəf. İki tərəf mütənasibdir. Onların arasındakı bucağı isə eynidir. Belə üçbucaqlar bir-birinə oxşar olur. Oxşarlıq əmsalını da tapdıq. K bərabərdir 4'te 1 və biz bunların sahələr nisbətini yaza bilərik. S üçbucaq MAR bölünsün S üçbucaq BAC bərabərdir K'nın kvadratına. Yəni 16'da 1'ə. Deməli, bir kiçik üçbucaq MAR üçbucağının sahəsi B üçbucağının sahəsinin 16'da 1 hissəsidir. Bax, 3 dənədir bu üçbucaqdan. Hər üçbucaq üçün bu qaydanı tətbiq etsək, görərik ki, eyni şey alınır. B bucağı burada ortaqdır. Uyğun tərəflər nisbəti yenə 4'te 1 olacaq. Digər üçbucaq üçün PC, 2 üçbucağı üçün də eyni qaydanı tətbiq edə bilərik. Oxşarlıq əlamətini görəcəyik ki, yəni P2C üçbucağı da ABC üçbucağına oxşardır. Deməli, 16'da 1 vurulsun 3, 16'da 3. Yəni, bu 3 ədəd, bax, bu üçbucağın sahələrinin cəmi bu üçbucağın sahəsinin 16'da 3 hissəsini təşkil edir. Bu üçbucağın da sahəsi 48'dir. 48'i vururuq 16'da 3'e, bu da bizə 9 verir. Yəni 9 aldığımız bizim nədir? S üçbucaq AMR, üstə gəl S üçbucaq BNK, üstə gəl S üçbucaq BC. Bax, bu üçbucaqların sahələrinin cəmi 48'in 16'da 3 hissəsi olur, yəni 9'a bərabər olur. ABC üçbucağında sahəsini 48 vermişdir. Nəhayət 48'dən də 9'u çıxırıq. Yerdə qalır 39. Bu da həmin bax bu fiqurun sahəsi olur. Birinci məsələ də oxşar məsələdir. Nisbət 1-3, deməli 1-3-1 nisbətindədir. AMX, MM, X, BM, X. ABC üçbucağı 50'dir. Deməli, K bərabər olacaq oxşarlıq əmsalı AY'nin AB'yə nisbətinə. Bu da bərabər olacaq AY'nin AC'yə nisbətinə. AM, AY 1 hissədir. Amma AB ilə AC 2x 5 hissədir. Deməli, oxşarlıq əmsalı 5'də bərabər olacaq və sahə də, yəni S üçbucaq AMR'in S üçbucaq ABC'ye nisbəti bərabər olacaq K'nın kvadratına. Yəni 25'də 1'ə. Bu kiçik üçbucağın sahəsi böyük üçbucağın sahəsinin 25'də 1 hissəsidir. 3 tane üçbucaqda hər 3 üçbucaq üçün bu dediyimiz qayda ödənir. Yəni 25'də 1 vurulsun 3 bərabərdir 25'də 3. Üçbucaqların sahələri cəmi böyük üçbucaq 25'də 3 hissəsini təşkil edir. 50'ni vurmaq lazımdır. 25'də 3'ə 6 və 50'dən 6'ını çıxırıq. Yerdə qalan sahə olur. Həmin bax bu fiqurun sahəsi. Cavabımız olur 44. İştirilənmiş hissənin sahəsini tapın. Diqqətlə fikir verin, iştirilənmiş hissə çoxbucaqlı üçbucaqdır. S üçbucaq AB E. Bu üçbucağın bizdən sahəsini soruşur. Demək, diqqətlə fikir veririk. Bu üçbucağın sahəsinə. Çoxbucaqlı üçbucağın iki bucaq təpəsindən çəkilən hündürlüyü onun xarici oblasına düşür. Yəni, BO burada çoxbucaqlı üçbucağın hündürlüyü hesab olunur. Çəkilib AB tərəfindən uzantısına. Deməli, 2'də 1 AB vurulsun BO. Deməli, biz A'nın və B'nin koordinatlarını bilməliyik. Baxın, P nöqtəsinin koordinatları verilir. 12y çıxılsın 5y çıxılsın 60 bərabər 0. Bax, bu AB düz xəttinin təyinidir. AB düz xəttinin təyinidir. Həmin düz xəttin absis oxu ilə keçmə nöqtəsi A'dır, ordinat oxu ilə keçmə nöqtəsi B'dir. Biz bu nöqtələrin koordinatlarını tapmaq üçün bilir ki, absis oxu üzərində yerləşən nöqtənin ordinatı 0'dır. Yəni, A nöqtəsinin ordinatı 0'a bərabərdir, B nöqtəsinin isə absisi 0'a bərabərdir. Deməli, biz bir dəfə
y'e 0 veririk. 12 vurulsun 0 çıxılsın. 5x çıxılsın 60 bərabərdir 0. Mənfi 5x bərabərdir 60, x bərabərdir mənfi 12. Deməli, A nöqtəsinin bax burada koordinatı mənfi 12. Və ikinci dəfə x-a 0 veririk. Yəni 12y çıxılsın, 5 vurulsun 0 çıxılsın 60 bərabərdir 0. 12y bərabərdir 60, y bərabərdir 5. Deməli, B nöqtəsinin koordinatları da 0, 5'dir. Yəni, bax, burada ordinat 5'dir. Deməli, biz artıq hündürlüyü tapdıq. OB hündürlüyü. Daha 0-dan 5'e qədər, yəni hündürlük 5'e bərabərdir OB hündürlüyü. Və AP'ye gəlin, baxaq. P'nin koordinatları mənfi 6-sı, A'nın koordinatları mənfi 12. A'nın P'nin arasında məsafə bərabərdir modulda mənfi 12 çıxılsın mənfi 6. Və bərabər olacaq 6'ya. Deməli, biz artıq sahəni hesablaya bilərik. S üçbucaq ABP bərabərdir 2'dədir. Tərəf bax bu AP'dir 6. Vurulsun hündürlük. Hündürlük xarici oblasını çəkilir 5. Cavabımız 15. 33 oxşar məsələdir. Yenə də üçbucaq deməli ABP sahəsini soruşur bizdən. Deməli, S üçbucaq ABP bərabərdir 2'dədir. AB vurulsun hündürlük OB. Gəlin koordinatları tapaq. B'nin və A'nın koordinatlarını tapaq. A'nın deməli ordinatı 0'dır. Ordinatı 0 veririk. 6 vurulsun 0 çıxılsın 5x çıxılsın 30 bərabərdir 0. Mənfi 5x bərabərdir 30. X bərabərdir mənfi 6. Deməli, mənfi 6 0 nöqtəsi də A'nın koordinatı. Deməli, absis mənfi 6'dır. Absis mənfi 6'dır. P'nin də koordinatları məlumdur. Bu oldu A'nın koordinatları. Mənfi 6 0. B'nin koordinatlarını tapmaq üçün X'a 0 verir. 6 y çıxılsın 5 vurulsun 0 çıxılsın 30 bərabərdir 0. 6 y bərabərdir 30. Y bərabərdir 5. Y 5'dir. Deməli, B'nin koordinatları olur 0, 5. Yəni, bax, OB 5'e bərabərdir və biz artıq S tapa bilərik. AP'nin bulduğuna əvvəl tapaq. 2 nöqtə arasında ədəd üzərində məsafə birinin koordinatından digər çıxılır. Mənfi 6 çıxılsın mənfi 4. Bu da üzəridir 2. Deməli, vurulsun 2, vurulsun hündürlük. Cevabımız 5. Baxırıq 34-cü məsələyə. ABC, DY, düzgün altı bucaqlısı verilib. Onun daxilində bir P nöqtəsi götürülüb. BPS və FBY bucaqlarının sahələri uyğun olaraq 18 və 24. Bizdən altı bucağının sahəsini soruşur. Biz P təpəsindən BC'yə də hündürlük çəkə bilərik, çünki üç bucağın sahəsi verilib. P nöqtəsindən FY'yə də hündürlük çəkə bilərik. Baxın, bu iki hündürlüklərin uzunluqları cəmi iki paralel tərəfin arasındakı məsafə olur. BC tərəfi FY'yə paraleldir, çünki düzgün altı bucağının qarşı tərəfləridir, yəni bir-birinə paraleldir. Paraleldirsə, onların arasındakı məsafə x üstəgəl y hündürlüklərinin cəminə bərabər olur. Düzgün altı bucaqda paralel tərəflərin arasındakı məsafə bir-birinə bərabər olur. Yəni, baxın, bu məsafə digər paralel tərəflərin arasındakı məsafəyə bərabər olur. Yəni, digər üçün də göstərmək olar bunu. İndi biz A ilə P'ni birləşdirək, P ilə D'ni birləşdirək. Baxın, burada üç bucaqlar yaranır. APD, PYD. Bu üç bucaqlar üçün də biz baxın, bu məsafəni göstərə bilərik. Həmin məsafə, tutaq ki, deməli, olsun B ilə C. AB paraleldir. YD. Yəni, bu paralel tərəflərin arasındakı məsafə B üstəgəl C'dir. Digər paralel tərəflər AF paraleldir CD-yə. Onların arasındakı məsafə tutaq ki, işarə eləyək M. Bu
Bu mesafede M üstəgəl M. Bunlar hamısı birbirine beraberdir. Yani X üstəgəl Y beraberdir. V üstəgəl Z beraberdir. M üstəgəl M. Düzgün altıbucağının da tərəfi A'dır. Və biz bu üçbucaqların sahə düsturlarını yazıb gedəcək ki, həmin bax bu qarşı-qarşıya dayanan üçbucaqların sahələrinin üzərində eyniləməyəcək. Verilmiş baxın bu üçbucaqların sahələrindən başlasaq, deməli S üçbucağı BPS, S üçbucağı BPS üstəgəl S üçbucağı FPY, FPY beraberdir. 2'də 1 A olsun Y, üstəgəl 2'də 1 A olsun X. Bu da beraberdir. 2'də 1 A mertebesi xaricine çıxsa X üstəgəl Y. Diğer tərəfdən baxın ABP. S üçbucağı ABP üstəgəl S üçbucağı FYD. Daha doğrusu PYD beraberdir. 2'də 1 A olsun birbaşa yazırıq B üstəgəl C. Diğer üçbucaqlar AFP, AF üstəgəl deməli PSD. PSD'nin sahəsi 2'də 1 A olsun M üstəgəl M. Belə bərabərliklər olur. Biz axı demişdik X üstəgəl Y, B üstəgəl C, M üstəgəl M. Bax bunlar paralel tərəflərin arasında qalan məsafələrdir, yəni bir-birini bərabərdir. Buna görə də hər birisinin sahəsi burada eynidir və bizdən 18'e 24 verilmiştir. 18 üstəgəl 24. 42. Hər biri 42 olur. Bakın hər biri 42 olur. Buna görə də altıbucaqlının sahəsi olur 42 olsun 3 126. 35-ci məsələdə deməli oxşar məsələlər eyni qayda ilə yazmaq olar. Bu hündürlüklər X, Y olsa, tərəfi A olsa olacaq SBPS üstəgəl SFPY beraberdir. 2'də 1 A çıxacaq mertebeden xaricinə X üstəgəl Y. Sahəndə bizə 12 ilə 24 vermişdi. Bu da beraber olacaq 12 ilə 24'ün cəminə. Yəni 36. Digər üçbucaqlar üçün də baxın məsafəni iki paralel tərəf arasında məsafəni göstərirsə, bax dedik ki bu məsafələr birbirine beraber olur. B, C. B üstəgəl C beraber olur. X üstəgəl Y. Digər bax bu üçbucaqlar üçün də göstərsək, baxın M, M. Bax bu məsafədə beraber olacaq B üstəgəl C, X üstəgəl Y, M üstəgəl M. Yəni bu məsafələr hamısı birbirine beraberdir. Ona görə də bax bu üz-üzə dayanan üçbucaqların sahələri cəmi hər birinin sahəsinin cəmi 36 olacaq. 36 olsun 3 cavabımız olacaq 108. 36-cı məsələ BAC 90 dərəcədir. AK BC'yə perpendikulardır. BK DY'yə konqruentdir. AB 15'tir. BCD'yi düzbucağının sahəsini soruşdur. Təbii ki, gəliriz BY'ni və ya BC'ni. Yəni enli və uzunluğunu bilməliyik. İkinci deməlidir. Baxın bu BAC düzbucaqlı üçbucağına. Əgər düzbucaqlı üçbucaqdan düz bucaq təpəsindən hündürlüyü çəkilmişdirsə, onda bax burada 3 ədəd düzbucaq üçbucaq alınır. Bunların hər hansı ikisinə baxsaq, bir-birinə oxşar olur. Yəni ABK və C. Deməli, ABK üçbucağı AKC üçbucağına oxşar olur. Və yaxud da ABK üçbucağı BB üçbucağı ABC'yə oxşar olur və digər üçüncü demək olur. Yəni hansı iki cütlüyü götürsək, hamısı birbirine oxşardır. Və bu oxşarlıqdan alınan belə bir nəticəmiz var idi. Katetin kvadratı BA'nın kvadratı bərabərdir. Proyeksiya BK vurulsun böyük tərəf BC. Baxın biz bunu tətbiq edə bilərik. 15'in kvadratı bərabərdir. BK vurulsun BC. BK da B'ye bərabərdir. Deməli 15'in kvadratı bərabərdir. B'ye vurulsun BC.
B'ye vurulsun BC ilə düz bucağının eni və uzunluğudur. Deməli S BCD'ye bərabərdir. B'ye vurulsun BC. Bu da bərabərdir 15'in kvadratı. Yəni 225. 37. məsələ. Şəkildə ABCD sahəsi 225 olan kvadratdır. AEYD isə sahəsi 180 olan rombdur. Şərhlənmiş hissənin sahəsini tap. Deməli, bəs başlayır kvadratın sahəsindən. Kvadratın sahəsi deməli A kvadrat əgər 225'dirsə, onda kvadratın tərəfi 15'dir. Kvadratın tərəfi AB, BC, AD, bunlar hamısı 15'dir. Diğer tərəfdən görürük ki, deməli, rombun tərəfi də 15 olur. Və rombun sahəsini verir 180. Biz rombun sahə düsturundan onun müdürlüyünü tapa bilərik. Rombun sahə düsturu S romb A vurulsun H. Yəni 15 vurulsun rombun hündürlüyü. Bərabərdir 180. Bu da rombun hündürlüyünü biz tapırıq. 180 15'e bölürük 12. Deməli, bax bu parça 12. Biz iştirilənmiş hissənin sahəsini tapmaq istəyirik. İştirilənmiş hissənin sahəsini tapmaq üçün kvadratın sahəsində bax burada ağ rəngdə trapesiya alınır. Trapesiyanın sahəsini çıxmalıyıq. Deməli, A, F, F, burada bir K yazır. Deməli, A, F, K, D. Bu trapesiyanın sahəsini gəlin tapaq. Trapesiyanın böyük oturacağı 15, kiçik oturacağını bilmirik. Kiçik oturacağını bilmirik. Müdürlüyünü tapdıq 12. İndi kiçik oturacağını görə necə tapdıq? Deməli, böyük oturacağı AD 15'e bərabərdir. Digər tərəfdən AF da 15'e bərabərdir. Çünki rombun tərəfidir. Onda biz hündürlük daxil məlumdur 12. Deməli, bax bu kaydeti buradan tapa bilərik. Burada bir hərf yazaq, L tutaq ki. Deməli, AL'in kvadratı bərabərdir 15'in kvadratı çıxılsın 12'nin kvadratı 225 çıxılsın 144. 981. Deməli, AL bərabər olur 9'a. Bu 9'dursa kiçik parçaya üçün 6. Yəni LD bərabər olur 15 çıxılsın 9 6. Deməli 6'dırsa onda FK da 6'dır. FK da bərabərdir. LD da bərabərdir 6. Trapesiyanın kiçik oturacağını da tapdıq. Trapesiyanın sahəsini tapaq. AF, KD. Trapesiyanın sahəsi oturacaqlarının cəminin yarısı ilə hündürlüyü hasıl. 15 sayı 6 bölü 2 vurulsun hündürlüyü 12. Deməli 21 6'ya vururuq 126. Oldu trapesiyanın sahəsi. İndi iştirilənmiş hissənin sahəsini tapmaq üçün kvadratın sahəsindən trapesiyanın sahəsini çıxırıq. Deməli, kvadratın sahəsi 225 çıxılsın 126. Səviyyədə 99. 38-ci məsələ oxşar məsələdir. Baxaq. ABCD sahəsi 169 olan kvadratdır. Kvadratın sahəsi onun bir tərəfinin kvadratı. Deməli, tərəfi bərabər olur 13'ə. AD 13. ABD 13. Deməli, AFYD isə sahəsi 156 olan rombdur. AFYD rombdur. Deməli, rombun da tərəfləri bir-birinə bərabərdir. Deməli, AF da 13. İştirilənmiş hissənin sahəsini soruşur. Biz kvadratın sahəsindən bax bu ağ rəngli olan trapesiyanın sahəsini çıxmalıyıq. Bu təpəyə də bir K yazaq. FK'nı bilməliyik. Bir də trapesiyanın hündürlüyü. Trapesiyanın hündürlüyünü çəkək. Deməli, bu rombun hündürlüyüdür. Rombun da sahəsi verilir. S romb bərabərdir. Tərəf və hündürlüyü hasılı 13 vur H. Rombun da sahəsini verir 156. Buradan H tapılır 12. Ki bu həm də trapesiyanın bizə lazım olan AFKD trapesiyasının hündürlüyüdür. Qalır trapesiyanın kiçik oturacağını tapmaq, FK'nı tapmaq. Bunun üçün burada bir düz bucaqlı üç bucaq yaranır. Hipotenüs 13, kaydeti 12. Buradan kiçik kaydeti tapmaq olur. 5, 13'dən də 5'e çıxır 8. Deməli, kiçik oturacağımız da 8'dir. Bunda trapesiyanın sahəsi AFKD bərabərdir oturacaqlarının cəminin yarısı ilə 13 üzeri 8 bölü 2 vurulsun hündürlüyü 12.
Deməli, 21 vuruldu 126. Burada AFKD trapesiyasının sahəsi kvadratın sahəsindən trapesiya sahəsinin çıxırdı. 169 çıxılsın 126 da bizə verir 43. 39 sahəsi 60 olan ABCD trapesiyasında emin orta xətt olarsa şəkillənmiş hissənin sahəsini tapın. Deməli, emin orta xəttdir. Bu da üçbucaqlar yaranır. Bura bir Y təpəsi yazsaq, ABY üçbucağı, BYC üçbucağı, SYL üçbucağı. Əgər emin orta xətdirsə, onda bax, üçbucaqlar içində bax, bu parçalar orta xətt olur. Biz də bilirik ki, orta xətt sahəni S 3S nisbətində bölür. Yəni, deməli, əgər bura S1-dirsə, trapesiya olan hissə 3S1-dir. Biz oxşarlıqda, deməli, orta xətlə bölündükdə oxşarlıqda bu tərəflərin nisbətini S 3S nisbətində bölündüyünü göstərmişdik. Əgər orta xətt çəksə, onda deməli S 3S nisbətində sahə bölünür. Digər tərəfdən bax, bura S2 yazsa, trapesiya olan hissəyə 3S2 düşür. S3, 3S3. Baxın, bunlar hamısının yəni trapesiyanın sahəsidir. 4S1, üstə gəl 4S2, üstə gəl 4S3. Bərabər trapesiyanın sahəsi 60. Buradan S1 üstə gəl S2, üstə gəl S3 bərabərdir 64-ə bölünür 15. Bizdən işlədilmiş hissənin sahəsini soruşur. İşlədilmiş hissələrə də baxırıq. S1 üstə gəl S2, üstə gəl S3. Deməli, cavabımız elə 15. 40'a baxırıq. O nöqtəsi ABC düzbucaqlı medianlarının keçmə nöqtəsi olub F7'nin üzərindədir. Baxırıq o nöqtəsinə. Bax, bu o nöqtəsi medianların keçmə nöqtəsidir. F7 parçasının üzərində yerləşir. F7 də seriyə paraleldir. F7 paraleldir BC'ye. FD də paraleldir B'ye. FD paraleldir B'ye. Deməli, onda bu dördbucaqlı FY ve D. Dördbucaqlı paralel. Çünki qarşı tərəfləri paraleldir. Və bizdən bu dördbucağın sahəsini soruşur. Deməli, biz FY paralelogramın sahəsini axtarırıq. Həmin paralelogramın sahəsi də deməli, bərabər olmalıdır. Tərəf və bu tərəfə çəkilmiş hündürlük hasili. Tərəf B'dir. Hündürlükdə bax, buradan xaricdən götürmək olar. Hepsi. BD tərəfi məlum. F-y'ni çünki bizə verir. BD bərabərdir F-y'ye. F-y 6. Deməli, BD 6 qalır. Bir dənə hündürlüyü tapmalı. Baxın, bu F-s'ini biz axtarır. Fikrimizi yönəldirir F-s'ini tapmalı. Bizdə AC-ni verir. AC 9'dur. Digər tərəfdə nəyə baxırıq? Medianların keçmə nöqtəsi. Əgər medianların keçmə nöqtəsi olursa, onda biz bilirik ki, medianlar təpədən başlayaraq 2'yi bir nisbətində bölünür. Yəni A o 2 hissədir. 2x. O isə 1 hissə x. Digər tərəfdən paralellikdən, baxın, F-y, BC paraleldir. Şərtdə verelim. Əgər paraleldirsə, onda burada yaranan üçbucaqlar var ki, üçbucaq AF o oxşardır. Üçbucaq ACN. Üçbucaq ACN. Səbəb nədir? Üçbucaqlar niyə oxşardır? A təpəsindəki bucağı ortaqdır. Digər tərəfdən paralelliyə görə F-y, BC paralel olduğu üçün baxın, bunlar da uyğun bucaqlardır və uyğun bucaqlar bir-birinə bərabərdir. Deməli, iki bucağı bucaq əlamətinə görə bu iki bucaq oxşardır. Oxşardırsa, onların uyğun tərəfləri mütənasibdir. Yəni, AO-nun AN nisbəti bərabər olmalıdır AF-in AC-yə nisbəti. Bu da bərabərdir 2x-in 3x-a nisbəti. Yəni 3-2. Deməli, AF-də 2 hissədir, FC-də 1 hissədir. 2y işarə elədik. Və bunların cəmdə bizə verilib. AC verilib 9. Deməli, 2y və gəl y bərabərdir 9, y bərabərdir 3. Biz hündürlüyü tapdıq FC-nin. FC bərabərdir, y o da bərabərdir 3. İndi biz paralelogramın sahəsini tapa bilərik. Paralelogram F, Y, B, D. Baxın, F, Y, B, D paralelogramı tərəf, BD yazmışıq burada. Vurulsun, hündürlük, FC.
Dediğimizde 6 verilmişti. Hündürlüğü de 3 taptı. Sahemiz olur 18. 41 uyğunluqdur. Tərəfi alınan düzgün aldıqcağı üçün uyğunluğu müəyyən edin. Deməli, tərəfini verib, variantlarda sahəsi var, bir də kiçik diagonal. İndi baxırıq sahə üstündən. Biz demişdik ki, düzgün aldıqcağının deməli, daxilində, yəni mərkəzini qeyd etsək, daxilində və xarici çekilir, çevrələr mərkəzə tutar, bu üst-üstə düşür. Təpələrlə birləşdirsək, burada alınan üç bucaq var. Bu üç bucaqlar demişdik ki, hamısı olur bir-birinə bərabər, sahələr bərabər, yəni tərəf üç bucaqlar var. Bunların hamısı. Tərəf. Deməli, tərəf A, tərəf A. Bu xaricdən çəkilmiş, çevrənin radiusu deməli 1 metr olmuş 2R, bu da bərabərdir 2A. Yəni radius A-ya bərabərdir. Bu üç bucaqlar hamısı bərabər tərəfin olur. 1A-ya bərabər. Böyük diagonal. Böyük diagonal elə onun xaricdən çəkilmiş çevrənin diametridir. D. Deməli, diagonal bərabər olur tərəfin 2 misli. 2A. Kiçik diagonal isə. Kiçik diagonal. Bu kiçik diagonal bu. Kiçik diagonalda bax, bu da bərabərdir. Yanlı üç bucaq yaranır. Bərabər yanlı üç bucaq. Bərabər yanlı üç bucağın bax, burada təpəsindəki bucaq 120'dir. Düzgün altı bucağının təpəsindəki bucaq 120. 60-60 bölünür. Bu da 90'dır. Bu 30'dur. 30 dərəcəli uzan qarşısındakı katet A bölü 2'dir. 60 dərəcəli uzan qarşısındakı katet A kökdə 3 bölü 2'dir. Bak buradan da A kökdə 3 bölü 2 olanda kiçik diagonal D kiçik. Beraber olur 2 burasının A kökdə 3 bölü 2. Bu da olur A kökdə 3. Deməli, böyük diagonal tərəfin 2 mislidir. Kiçik diagonal tərəfin kökdə 3 mislidir. Kaldı ki sahəsi də 6 dənə bərabər tərəfli üç bucağın sahələrinin cəminə bərabərdir. 6 burasının bərabər tərəfli üç bucağı A kvadrat kökdə 3 bölü 4. Bu da bizə verir 3 kökdə 3. A kvadrat bölünsün 2. İndi gəlin baxaq. Birinci də A kökdə 6'dır. Götür yerini yazırıq. A kökdə 6 olduğunda gəlin sahəyə baxaq. S bərabərdir. 3 kökdə 3 vurulsun. Kökdə 6'nın kvadratı 6 bölü 2. Bu da bize ne verir? 9 kökdə 3. 9 kökdə 3. Bakın beyefendi. Bir uygun geldi bir. Kiçik diagonal. Kökdə 6'nın kökdə 3 misli. Kökdə 6 var kökdə 3. Kiçik diagonal. A kökdə 3. Yani kökdə 6 vurulsun kökdə 3. Kökdə 18. Bu da 3 kökdə 2. 3 kökdə 2 de var. Bakın beyefendi. Bir uygun geldi B'ye. İkinci de A6'dır. Sahə dedi 3 kökdə 3 A kvadrat. 3 kökdə 3 A kvadrat 36 bölü 2. Bu da 54 kökdə 3 verir. 54 kökdə 3 var. Bakın abi. Kiçik diagonalı kökdə 3 misli. 6 kökdə 3 var diye. Deməli 2'ye uygun geldi. A'nın D. Üçüncüdə isə A4. 4 ise sahə olacaq. 3 kökdə 3 vurulsun 4'ün kvadratı 16 bölü 2. Bu da bize verir 24 kökdə 3. 24 kökdə 3'te sayılar. Bölü 2 yine de oxşar tapşırıldı. Tərəf verilib düzgün altı bucağı üçün sahəsi kiçik diagonal yani cevaplarda məlumdur və buna uyğun bir sahə üstünə yazılıb. Deməli 41-ci tapşırıqda hamısını izah elədik. 3 kökdə 3 A kvadrat bölünsün 2. Kiçik diagonalı da oldu A kökdə 3. Birinci A bərabərdir kökdə 10. Getirib sahəni hesablayırıq. 3 kökdə 3 vurulsun. Kökdə 10'un kvadratı 10 bölü 2. Bu da bize verir 15 kökdə 3. 15 kökdə 3. Bakın bir uygun gelir. İşte küçük diagonal kökdə 10 vurulsun. Kökdə 3. Bu da bize verir kökdə 30. Deməli D uygun gelir. D ilə C. İkinci də A 10'dur. A 10'dur. S beraber olur. 3 kökdə 3 vurulsun. 100 vurulsun 2. 150 kökdə 3.
150 kökdə 3 beyrəmdir. Kiçik diagonal 10 kökdə 3. Baxın var. Yeniden bir 2'ye uygun geldi. Üçüncüdeki olacak A. Deməli, A tərəfini bizə 2 verir. 3 kökdə 3 vurulsun. Deməli, 2'nin kvadratı 4 vurulsun 2. Bu da 6 kökdə 3. Çok uygun geldi A. 43. ABC'de düzbucak trapeziyasının daxilinə O mərkəzli çevrə çəkilmişdir. AD perpendikulyardır AD. Üçbucaq AOB'nin sahəsini verib 16. Çevrənin radiusunu soruşur bizdən. Deməli, bu işlənmiş üçbucağın sahəsi verilib. S üçbucaq AOB. S üçbucaq gəlin AOB'yə baxaq. Deməli, AB tərəfidir. B1 AB vurulsun. Bu tərəfə çəkilmiş hündürlük, yəni hündürlüyü çəkək. Bu hündürlük mərkəzdən toxunana çəkilən perpendikulyardır. Bu həm də radius. OY çevrənin radiusudur. AB isə olacaq çevrənin diametri. Verin. Bu da yerdir, bu da yerdir. Deməli, biz AB'nin yerinə 2'ye yaza bilərik, OY'nin də yerinə 1'e yaza bilərik. 2'də 1, vurulsun 2R, vurulsun R. Beraberdir sahə. 16. 2'ler de burada gelir. Bir kvadrat 16, yer beraberdir. 4. Burada boşanmışlar düzbucaq trapesiyadır. Daxilində çevrə çəkilmişdir. Üçbucaq AOB'nin sahəsini soruşur bizdən radius 6'dır. Deməli, biz oradan AB'yə perpendikulyar çəksək OY həm də çevrənin radiusu. Çevrənin radiusu digər tərəfdən belə trapeziyanın hündürlüyünü də çəksək, baxırıq ki, bu da çevrənin diametridir. Yəni 2 ilə bərabərdir. Deməli, AB tərəfi 2 ilə bərabərdir. OY üçbucağın hündürlüyü də bərabərdir çevrənin radiusuna. Və radiusu da bizə 1 verib. Deməli, AB daha doğrusu radiusu 6 verib. 2'nin 6'ya vururuq 12'ye. OY də bərabər olur radiusa, yəni 6'ya. Üçbucaq AOB'nin sahəsini soruşur bizdən. Üçbucaq AOB'nin sahəsi bərabər olur. 2'də 1 tərəf və bu tərəfə çəkilmiş hündürlük. AB 12, bu tərəfə çəkilən hündürlük OY 6. Deməli, cavabımız olur 36. İki bucağı 30 dərəcə olan paralelogramın perimetri 18 cm, sahəsi 6'dır. 6 kvadrat santimetrdir. Paralelogramın xarici ortasında olmaqla tərəfləri paralelogramın tərəflərinə kongruent və tərəflər üzərində qurulmuş kvadratların sahələri cəmini tapın. Yəni, söhbət burada nədən gedir? Mərkəzdə paralelogram var. Adlandıraq A, B, C, D. Baxın, bu ABCD paralelogramının xarici ortasında tərəfləri paralelogramın tərəflərinə bərabər olan kvadratlar qurulub. Yəni, paralelogram BC tərəfi A-dırsa, onun üzərində qurulmuş kvadratın tərəfləri A-dır. Paralelogramın AB tərəfi B-dirsə, B tərəfinin üzərində qurulan kvadratın tərəfləri B. Bu qayda ilə A, B, B. Baxın, bizdən bu kvadratların sahələri cəmini soruşur. Bu kvadratların da sahələri cəmi, deməli, S burada bərabərdir A kvadratı. Burada S bərabərdir A kvadratı. Burada S bərabər B kvadratı. Digərdən S bərabərdir B kvadratı. Deməli, bu sahələr cəmi bərabər olacaq 2 olsun. A kvadrat üstəgəl B kvadrat. Çünki 2'dən A kvadrat, 2'dən A kvadratdır, 2'dən də B kvadrat. İndi baxaq görək tərəfləri necə tapırıq. Biz paralelogramın tərəflərini bilməliyik. A və B tərəflərini. Perimetr məlumat 18. Olsun A üstəgəl. Deməli, B bərabərdir 18. Buradan A üstəgəl B-ni tapa bilərik. Perimetrdən tərəflərin cəmini tapdıq. Sahə 6'dır, paralelogramın sahəsi. Deməli, paralelogramın sahəsi də A vurulsun H bərabərdir 6. Gəlin baxaq hündürlüyünə və iki bucağı verilib 30 dərəcə. A bucağı bax burada 30 dərəcədir. Paralelogramın hündürlüyünü çəkək. Baxaq paralelogramın hündürlüyünə 30, 60, 90 üç bucağı alınır.
30 derece bucağın karşıdaki kaydek hipotenüsün yarısıdır. Yani B bölü 2'ye beraberdir. Demek hündürlüğü olur B bölü 2. Deməli AH-da A vurulsun. H-ın yerine yazırıq. Deməli B bölü 2. B bölü 2 bərabərdir S. S sahədə 6'dır. Buradan AB beraber olur 12'ye. A səviyyəli D də 9'dur. Bizden de kvadratların sayıları teoremini soruşmuştu. Bu da 2 bulsun A kvadrat səviyyəli B kvadratıydı. Biz A kvadrat səviyyəli B kvadrat üst durumda 2 bulsun A kvadrat səviyyəli B kvadrat köməkçi düstum tətbiq edə bilərik. 2 bulsun A səviyyəli B'nin kvadratı çıxılsın 2AB. Demek A səviyyəli B 9'dur. AB'de 12'ye geçireyim yazdır. 2 bulsun 9'un kvadratı 81 çıxılsın 2 bölü 12 24. Demek 57 bölü 2 cevabımız 110'dur. ABCD kvadrattır. MSK. Bakın bu üçbucak. Üçbucağlı hipotenüs 4/2'dir. Bizde beraber yanlıdır. Ve bu üçbucağın sahəsinin ABMKD trapezyanın sahəsinin nisbətini verib 9'da bir. Bizden kvadratın perimetrini soruşur. Kvadratın perimetri 4A. Deməli biz kvadratın tərəfini bilməliyik. Şimdi baxın bu üçbucağa deyil, beraber yanlıdır. Üçbucağıdır. Deməli tərəflərinə 4 düşür. Çünki hipotenüs 4/2'dir. Katet hipotenüsü kök/2'den kiçikdir. Buradan biz sahəni tapa bilərik. S beraberdir 2'de 1. Katetler hasili 4 bölüsün 4. Burada 8 verir. Ve bu sahənin yani üçbucağın sahəsinin trapezyanın sahəsinin nisbəti 9'a 1. Deməli əgər bu sahə 8'dirsə, onda trapezyanın sahəsi 9'da 5 olacaq. Trapezyanın sahəsi ABMKD beraber olacaq 9 vur 8. Çünki üçbucağın sahəsi trapezyanın sahəsinin 9'da 1 hissəsidir. Deməli 72. Trapezyanın sahəsi 72. Onda kvadratın sahəsi bu iki sahənin cəminə bərabərdir. Yəni S kvadrat ABCD bərabərdir 8 üstəgəl 72 yəni 80. Deməli kvadratın tərəfi bir tərəfinin kvadratı AB'nin kvadratı bərabərdir 80. Gördüğünüz ki AB bərabərdir kökdə 80. Kökdə 80 de bize verir 4 kökdə 5. Tərəf 4 kökdə 5 perimetr 4A. Bizden kvadratın perimetrini soruşur. P beraber olacaq 4 vurulsun 4 kökdə 5. Cevabımız 16 kökdə 5. 47. ABCD dışbucağlıdır. AYD beraber yanlı dışbucağıdır. Oturacağı AD'dir. Deməli ADY ve YSD dışbucaqlarının daxilinə çevrələr çəkilmişdir. AD 12'dir. AB 8'dir. Deməli bizdən iştiqlənmiş hissənin sahəsini soruşur. Deməli fikir veririk. Bu üçbucaq beraber yanlıdır. Beraberin üçbucağın tepesinden bir hündürlüğü çəkək. Bu hündürlüğün də olur median. Yəni bu parçalar olur 6-6. Deməli B'yi y'si 6'dır. Və deməli biz burada əvvəl üçbucaqların sayılarını tapaq, sonra dairənin sayısını tapıb çıxarıb üçbucağın sayəsindən, çünki bizdən iştiqlənmiş hissənin sayəsini soruşur. Əvvəlcə başlayaq üçbucağın sayəsindən. Deməli S, A, B, C'dir. Üçbucağın sayısı eni uzunluğu hasili 8 bölü 12. Bu da bize verir 96. İndi üçbucaq AY'dir. Üçbucaq AY'dir. 2'de 1 oturacaq AD vurulsun. Dönük. Burada bir K olsun. YK. Deməli 2'de 1 vurulsun. 12. Hündürlüğü YK'da 8 olacaq. Vurulsun 8. Bu da oldu 48. Və üçbucağın sahəsini çıxırıq yerdə qalır. Bax bu düzbucaq üçbucaqların sahələrəcən. Deməli 96'dan da çıxırıq 48'i. Bu da bərabərdir 48. Deməli indi keçirik üçbucaq sahəsini tapmağa. S üçbucaq AB'yi. Üçbucaq AB'yi bərabərdir
Deməli, 8 vurulsun 6 bölü 2. Yəni, ikisinin cəmi 48 idi. 2 yerə böləndə ikisi də eynidir yaxın. 2 yerə böləndə hərəsinin sahəsini düşür 24. Deməli, ABY-nin sahəsi 24. İndi dairənin sahəsini tapıb çıxaq ABY-nin sahəsindən. Biz də bu dairənin radiusunu bilmirik. Dairə çəkilib düz bucaqlı üçbucağın daxilinə. Düz bucaqlı üçbucağın daxilinə çəkilmiş dairənin radiusu A üstə gəl B çıxılsın S bölü 2. Katetlər 6 və 8, hipotenuz 10 olacaq. Çıxılsın 10 bölünsün 2. Radius oldu 2. Dairənin sahəsi S bərabərdir. 1 kvadrat. Yəni 4 pi. İndi üçbucağın sahəsi ABY-nin sahəsi 24. Daxilindəki dairənin sahəsi 4 pi. Və çıxırıq yerdən alır bu iştiqlənmişin sahəsi. Deməli, 24 çıxılsın 4 pi oldu iştiqlənmiş hissənin sahəsi və digər tərəfdə də yəni eyni cavab alınmalıdır. Çünki bərabər idi. Bu üçbucaqlar bir-birinə bərabərdir. Daxilindəki dairələr də bir-birinə bərabər olmalıdır. Deməli, aldığımız cavabı biz vurmalıyıq 2-yə. Yəni, 2 vurulsun 24 çıxılsın 4 pi. Cavabımız olur 48 çıxılsın 8 pi. Eyni ilə 48-də deməli AD 24-dür. AB 5-dir. CD-də 5 olacaq. Deməli, Y-dən biz perpendikulyar çəksək, bu həm də mediandır. 12 bölündü. Y və YC də 12 olacaq. Düz bucağın sahəsindən A7 üçbucağın sahəsini çıxacaq. Bax, bu iki düz bucaqlı üçbucağın sahələrinin cəmi alınır. S, A, B, C, D bərabərdir. 5 vurulsun 24, 120. 120 düz bucağın sahəsi. İndi A7 üçbucağın sahəsi S üçbucaq A7 bərabərdir. 2-də 1 oturacaq 24. Vurulsun hündürlük. Hündürlükdə 5. Vurulsun 5 bərabərdir 60. Baxın, üçbucaq sahəsi düz bucağın sahəsinin yarısına bərabərdir. Yəni, 120-dən də 60-ı çıxanda yarısı da olur. Bax, bu düz bucaq üçbucaqların sahələri cəmi. Biz yenə də bir üçbucaq sahəsi ilə gedə bilərik. S üçbucaq ABY. S üçbucaq ABY 2-də 1 katetləri hasıl 5 bölü 2 olur 30. 30-dan çıxıb bu dairənin sahəsini, dairənin radiusunu tapaq. Düz bucaqlı üçbucağın daxilinə çəkilmiş dairənin radiusu R bərabərdir. Katetlərin cəmi çıxılsın hipotenuz bölünsün 2. Katetlər 5 üstə gəl 12 çıxılsın hipotenuz. Deməli 13 olacaq. Bölünsün 2. Bu da bərabər olur 2-yə. Deməli S bərabərdir pi kvadrat dairənin sahəsi. Olacaq 4 pi. Üçbucağın sahəsi 30 çıxılsın 4 pi. Oldu bir üçbucaqda iştiqlənmiş sahə. 2-də nə idi? İkisi də eyni. Deməli, aldığımız cavabı bulmalıyıq 2. Bu da bərabər olacaq 60 çıxılsın 8 pi. 9. Radiuslar 4 kökdəki olan üç çevrənin hər biri digər ikisinə xaricdən toxunur. İştiqlənmiş hissənin sahəsini tapın. Deməli, bu çevrələrin radiusları bir-birinə bərabərdir. Bunlar birləşdiririk. Burada bərabər tərəfli üçbucaq alınır. Çünki çevrələrin radiusları bərabərdir. Xaricdən toxunurlar. Deməli, buna görə də üçbucağın tərəfi bu radiusların cəminə bərabər olur. Yəni, üçbucağın tərəfi bərabər olur. 4 kökdə 3 üstə gələn 4 kökdə 3. 8 kökdə 3. Bərabər tərəfli üçbucağının biz tərəfini tapdıq. İndi bu bərabər tərəfli üçbucaq sahəsindən çıxmalıyıq. Bax, bu 3 dənə sektorun sahələri cəmi yerdə qalsın iştiqlənmiş hissənin sahəsi. Deməli, biz birinci bərabər tərəfli üçbucağın sahəsini tapaq. A kvadrat kökdə 3 bölünsün 4. Tərəf 8 kökdə 3-dür. Kvadrata yüksəldirik. 64 bölünsün 3. Bir də bu kökdə 3-ü yazaq. Bölünsün 4. Bunlar gedir. Qalır 48 kökdə 3. Bu bərabər tərəfli üçbucağın sahəsi. İndi gəlirik sektorlara. Baxın sektorlara. Baxın, bərabər tərəfli üçbucağın bucaqları 60 dərəcədir. Deməli, sektorun sahəsi S sektor dairənin sahəsini pi r kvadrata bölürük
360 dereceye vurulup merkez bucağı 60 dereceye. Radiusu 4 kökte 3. 4 kökte 3'ün kvadrat. Pi bölünsün 6. Deməli, 48 bölü 6, 8 pi. Deməli, bir sektorun sahəsi 8 pi və 3 dənə sektor bıraxır. 8 pi də vurulub 3'ə. 24 pi. Və nəhayət işlədilmiş hissələr sayəsini tapmaq üçün 3 bucağın sahəsindən, bax bu 3 ədəd sektorun sahələri cəmi çıxılır. 3 bucağın sayəsi 48 kökdə 3'dür. 8 kökdə 3'dən çıxırıq 24 pi. Və burada 24'ün ötərizə faizini biz çıxara bilərik. 2 kökdə 3 çıxılsın pi. Bu da bizim cevabımız olur. 50 oxşar məsələdir. Radiusları 6 kökdə 3 verilir. Çevrələn mərkəzlərini qeyd edirik və çevrələn mərkəzlərini birləşdiririk. Bərabər tərəfli 3 bucağı yaranır. Və bu bərabər tərəfli 3 bucağın sahəsindən, bax 3 dənə sektorun sahələrinin cəmi çıxır. Yerdə qalış çevrəlmiş hissənin sahəsi. Deməli, biz birinci bərabər tərəfli 3 bucağın sahəsini tapmalıyıq. Bunun üçün bərabər tərəfli 3 bucağın tərəfini bilmək lazımdır. Əgər radius 6 kökdə 3'dürsə, onda tərəf o1 o2 bərabər olur 2 vurulsun 6 kökdə 3. Yəni 12 kökdə 3. Deməli, bərabər tərəfli 3 bucağın tərəfini tapdıq. Bərabər tərəfli 3 bucağın sahəsi A kvadrat kökdə 3 bölünsün 4. Yəni 12 kökdə 3'ün kvadratı 144 vurulsun 3. Bir də kökdə 3 burada. Böl 4. Deməli, 144'ü 4'ə bölürük. 36 bölü 3, 108. 108 kökdə 3. Bərabər tərəfli 3 bucağın sayəsini tapdıq. İndi sektorun sayəsine baxırıq. 2 bucaq 60 dərəcədir. Bərabər tərəfli 3 bucaqda sektorun da sayəsini tapanda deməli biz dairənin sahə düsturunu pi kvadratı bölürük. Tam bucağı 360 dərəcəyə yox, mərkəzi bucağı 60 dərəcəyə. Radiusumuzda 6 kökdə 3. Kvadratı yüksəldirik. 108 pi bölünsün 6. Bu da bize bir 18 pi. Deməli, bir sektorun sayısı 18 pi'dir. 18 pi'ni 3'e vurmaq lazımdır. Çünkü 3 bərabər sektor var burada. Olur 54 pi. Bərabər tərəfli 3 bucağın sahəsindən 108 kökdə 3'dən çıxırıq. Sektorların sahələri cəmi yerdə qalır. Bax, bu ortadakı iştirilənmiş hissənin sahəsi. 54 çıxır mötərizən faizinə. Qalır 2 kökdə 3 çıxılsın pi. 51-ci məsələ sonuncu məsələdir. ABCD dörtbucağısının diagonalları K nöqtəsində kəsişir. BM'in MC'ye nisbəti 1-3 nisbətindədir. AK'nın KC'ye nisbəti 2-3. BK'nın KD'ye nisbəti 3-5 nisbətindədir. AB'nin üçbucağının sahəsini bizə 21 verir. Deməli, biz üçbucağı öyrənmişdik ki, sahələr nisbəti uyğun tərəflər nisbətinə bərabər. Yəni, məsələn, S1, S2 uyğun tərəflər tutaq ki, M ilə N'dir. S1'in S2'ye nisbəti bilirik ki, M-in ilə nisbətidir. Bu qaydamızda biz istifadə edəcəyik. Əvvəlcə baxırıq A, B, M. Baxın, A, B, M üçbucağı və MAC üçbucağı. Bax, bu iki üçbucağı. Gəlin, baxın. Deməli, B-nin MC'ye nisbəti 1'i 3'e nisbəti, yəni x, 3x. Onda üçbucaq AB'nin sahəsi SABM bölünsün SAMC bərabər olmalıdır 1'in 3'e nisbəti. Bizə AMC'ni ver baxın. Daha doğrusu AB'ni ver 21. AB'nin sahəsi 21 ise onda AMC'nin sahəsi olacaq 3 katı. 21'in 3 katı çünkü 3'le 1 hissəsidir. 63. Demək biz artıq ABC üçbucağın sahəsini tapdıq. SABC bərabərdir 21 ilə 63'ün cəmi 84. Deməli, qalır ACD üçbucağı. ACD üçbucağın sahəsini tapsaq, onlar toplayarıq. 84 ilə toplayarıq. Alınır ABCD dörtbucağın sahəsi. İndi baxmış siləyək, hissə keçirik. Digər nisbətlərə baxırıq. Bax, ikinci nisbəti AK'nın KC'ye nisbəti. Baxın, AK'nın KC'ye nisbəti. 2'nin 3'e nisbəti. 2Y, 3Y. Buradaki üçbucaqlara gəl baxaq. Deməli, hansı üçbucaqlara baxırıq? ABK və BSK. Bu iki üçbucağın sahələri nisbəti 2-3 nisbətində olmalıdır.
2 3 nisbətindədir və onların sahələrindən ciyarını da biz tapmışıq. 84. Deməli, üçbucaq ABK-nın üçbucaq BKS-nin sahəsinin nisbəti bərabər olmalıdır 2-nin 3-ün. Bunların da cəmi 2y = 3y bərabərdir 84. Buradan y bərabər olur 84 bölünsün 5. Yəni bir hissəyə 84 bölünsün 5 düşür. İndi buradan keçəcəyik BK-nın kareyə nisbətinə. Baxın, BK-nın kareyə nisbəti 3-5 nisbətindədir. BK-nın kareyə nisbəti. BK-yə məsələn 3m yazsaq, 3m. Kareyə də 5m yazsaq, ABK-nın AKD üçbucağının sahəsinin nisbəti bərabər olur 3m 5m, yəni 3-ün 5-ə nisbəti. Deməli, 3m-ə uyğun gələcək ABK-nın sahəsi. ABK-nın sahəsi də yəni bayaqkında 2 hissə idi də, y-də 2y idi. Deməli, üçbucaq ABK-nın sahəsi bərabərdir. Bax, bu paydan 2 hissə. Yəni 2 olursun 84 bölünsün 5. Yəni 168 bölü 5. Bu düşür ABK-ya. Və bu da 3m-ə bərabərdir. Biz buradan m-i tapa bilərik. Yəni 3m bərabərdir 168 bölünsün 5. M də bərabərdir 168 bölü 5-i bölü 3'ə. Yəni vururuq 3'ə 1'ə. Deməli 56 bölü 5. M-i tapdıq 56 bölü 5. Keçirik AKD-nin sahəsinə. S üçbucaq AKD-nin sahəsi uyğun gələcək 5m-ə. 5m. M də tapmışıq axı 56 bölü 5. Deməli 5'i də vururuq 56 bölü 5'ə. Bu 5'lər gedir, qalır 56. Biz artıq AKD-nin sahəsini tapdıq. 56. Axı AK-nın KS-yə nisbəti 2-nin 3-ə nisbəti idi. Baxın, AK-nın KS-yə nisbəti 2-3 nisbəti də deməli, baxın, AKD-nin sahəsinin KSD-nin sahəsinin nisbəti 2-3 nisbətində olmalıdır. Yəni 2 hissə 56-dırsa, 1 hissə 56 bölü 2 28 düşür. Onu da qeyd edək burada S AKD bölünsün S. Baxın, bu KS'dir. Bərabərdir 2-nin 3'ə. 2 hissədə 56 olduğu üçün onda 56'nı böldük 2'yə 28. Yəni 1 hissəsi 28. Onda KSD də 3 hissə 3 vurulsun 28. Deməli KSD bərabər olacaq sahəsi 3 vurulsun 28, yəni 84. Deməli KSD də oldu 80. İkisinin cəmi olacaq 140. Üçbucaq ASD. Üçbucaq deməli üçbucaq ASD-nin sahəsi bərabər olacaq 56 + 84. Bu da bərabər olacaq 140. 140 indi ABCD dördbucağının soruşuldu bizdən sahəsini. Dördbucağının sahəsi SABCD bərabər olacaq. Bax, bu iki üçbucağın sahəsi cəmi ABC'nin sahəsi, ASD-nin sahəsinin cəmi. ABC'nin sahəsini 84 tapmışıq əvvəldə. ASD-nin də sahəsini tapdıq 140. Deməli 84 üstə gəldi 140. Cavabımız 224.